Qardaşımın vəsiyyətini yerinə gətirməyə çalışıram. Bilmirəm nə dərəcədə onu yerinə yetirirəm. Mən ucqar bir kənddə yaşayıram. O mənim vəsiyyəti olmuşdu ki, mən əgər şəhid olsam, parad günü orada iştirak elə, mən hərbi formamla bu gün onun vəsiyyətini yerinə yetirirəm. Çox təəssüflənirəm ki, qardaşım qələbəyi qeyd eləyə bilmədi. O Şuşa şəhərində 9-unda şəhid oldu. Qələbəyə 1-2 saat qalmış. Mən Azərbaycan xalqından, dünya Azərbaycanlarından xahiş edirəm ki, bütün şəhidləri unutmasınlar, eləcə də mənim qardaşımı. Çünki o vətənin, millətin çox sevirdi və Qarabağ müharibəsində başlamamışdan öncə o deyirdi ki, mən heç vaxt vətənimi, millətimi, yəni ona təklif edirdilər ki, hərbiçi olduğuna görə xüsusi təyinatlıları, bordo bərəlləri Türkiyədə keçmişdi, yəni kursun keçmişdi və ona təklif var idi ki, orada qalsın. Amma o vətənini seçdi və bura gəldi, burada xüsusi şücaətlə döyüşdü. Bugün çox kədərliyəm, bir şey deyə bilmirəm sizə, amma onu deyirəm ki, kaş ki qardaşım da burada olardı, hər kəs kimi qələbəyə qeyd edərdi. Mən yenə də deyirəm, Azərbaycan xalqından, dünya Azərbaycanlılarından xahiş edirəm ki, 2783 şəhidi, eləcə də mənim qardaşım Səid Cəfərovu unutmasınlar, onları yaşatsınlar. Çünki qardaşım vətənin, millətin çox sevirdi. O mənə demişdi ki, ay gün gələcəm, ya bayrağa büklü gələcəm, ya da maşınla gələcəm. Mən bu sözü tam olaraq dərk eləməmişdim ki, o nə deyir. Çünki mən onun kəşfiyyatçı olduğunu qısa müddətdə öyrənmişdim. Yəni müharibə başlayanda öyrənmişdim, bilmirdim. Yəni bu haqda heç bir məlumatım yox idi. Qardaşım mənim arxamda ayağım idi, onu itirdim. Yəni şəhid oldu. Bugün ümid edirəm ki, ruhu şad olar və yenə də deyirəm ki, ancaq mənim sizlərdən xahişim, Azərbaycan xalqı, mənim ailəmdə, özümdə o vaxt rahat olaram ki, sizin hər birinizdə bütün şəhidlərin bioqrafiyası, tərcümi halı, onların döyüş şücaətləri haqqında danışasınız, əbədiləşdirəsiniz.